Qazax rayon ərazisində yerləşən Sınıq körpü keçid məntəqəsində Qarabağ veteranları ilə gömrük işçiləri arasında mübahisə baş verib. Mübahisə gömrük rüsumundan qaynaqlanıb. Bilirsiniz onu. Biz ama bu güne kadar hamımız özümüz perakende olarak çalışırdık. Bu gömrük sistemi yaranan gündən o dayandırandı deyildi. Mübahisəyə müdaxilə edən polislər 50 veteranları Qazax rayon polis şöbəsinə aparıblar. İfadələri alınandan sonra sərbəst buraxılıblar. Birinci qrup əlil Vaqif Xanbabayev gömrük rüsumunun məbləği barədə sənəd verilməməsindən gileylənir. Qırmızı körpü sərhəd keçəndə 150 kilo malımız var idi, 2 nəfərik. Kömrük nümayəndələri qalxdı dedi ki, 650 lira pul ödəməz. Biz də xahiş elədik ki, möhtərəm prezidentimizin verdiyi möhrü, imzalı kağızı ya o Aydın Əliyevin verir, kim verir, gətirin ortaya qoyun, görək, rüsum neçədə ödəyək gedək. Bunlar kağız vermirik, 650 lira ödəyin gedin vəssalam. Bizimki budur, biz rək edirik. Nə prezidenti sayırlar, nə Aydın Əliyevi sayırlar, nə heç kimi sayırlar. İkinci qrup əlil olan Maksim Kazımov deyir ki, qanunsuz olaraq onlardan pul tələb edirlər. Reket kimi haqq qoyurlar bizim üstümüzə ki, bir belə verirsən, gedirsən. Patent tələb edirlər. Yəni bu, əgər kömrükdürsə, qanunu, rəsmi sənədlə pul istənilirsə, göstərsin, təqdim eləsən, vətəndaş da ödərsin. Ancaq burada elə deyil, burada reket sistemi gedir, deyir, qardaş, bir belə ödəməlisin. Gömrük işçisi gətirən malların sənədləri olmadığı üçün ölkəyə buraxılmadığını deyir. Birincisi, bizim sizi burada saxlayıb, buraxa bilməməyimizin səbəbi odur ki, sizlə gətirdiyiniz malı Prezidentin 609 sayılı fərmanının tələbləri var. Buna uyğun olaraq malın müşahidəyici sənədləri olmalıdır. Bunların da heç birini təqdim eləmir. Yəni birinci ona görə biz buraxa bilmirik. Onu təqdim eləsə, onun əsasında rəsmiləşmə aparılır. Sınıq körpü gömrük məntəqəsindən bildiriblər ki, baş idarə ilə məsləhətləşib qərar veriləcək. İdarədən buraxın deyilsə, maşınları buraxacaqlar. Buradadır, para vurur.